tökürsə bura niyə tökməyib xanım? Məndə sağ tərəfimdən mən infarktın ən balacası var ha. Mən 3-4 il bundan öncə mən onu keçirtmişəm. Və məndə əsəblə bağlıdır sağ tərəfim. Bax, hiss edirsən, baba bu hissəmdən bura. Sən nə bilim qaynaqlı hansı çoban yığıb. Mən valla Əsmərdə yığdırıram birinci, mən Əsmərdən zərrə belə narazılığım olmuyor. Yəni Əsmər mən pulsuz saç yığmayıb, pulumla yığdırmışam. Hissə ödəmişəm, amma nisiyə verib mənə. Hə. Amma qaldı ki, mən qələt eləyərəm. Mən saçın tökülməyin qaynaqdan deyə bilmərəm. Yalan deyərəm, xanım. Nə bilim, ay qız, nə şampunu ilə yuyum, Allaha xoş getsin, nə paxıllığımız, ay bacı, ağzımıza gələni deməyim, tutarlı bir şey deyin ki, bura xırda-xırda tüklər gətirim. Az 50, hamama girsən qorxarsan. Nə sarımsaqlı, nə Dubai, nə İran, nə bilim Çin, nə... Türkistan buradan belə getdim, Türkiyəyə 4 gün qaldım. Oradan da saç sökmək üçün müalicə. Hara girirdim, deyirdim mən şampun verin saç sökülməsinə qarşı. Vitamin aldım, tablet aldım, kollagen içirəm ondan ötürü 150'lik ampula. Əsəb yıxan evi heç nə yıxmır bacı. Səbəb olanların Allah min bəlasını versin, heç nə demirəm. Sol tərəfim deyil, sağdır xanım, sənə buradan sol görünür. Durub onda yalan deyəsi deyiləm ki sənə.